Sənin Rəbbinin qoşunları barədə yalnız özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır. Xeyr, and olsun aya, and olsun dönüb uzaqlaşan geciyə, and olsun ağarmaqda olan sübh çağına. Doğrudan da o cəhənnəm ən böyük fəlakətdir. Həm bəşəriyyət üçün xəbərdarlıqdır, həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün. Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar cənnət bağlarında bir-birlərindən soruşacaqlar, günahkarlar barəsində. Sizi səqərə salan nədir? Onlar deyəcəklər, biz namaz qılanlardan deyildik, kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq və haqq hesab gününü yalan hesab edərdik. Ölüm yəqinliyi bizə gələnə qədər. Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.